Elə hərdən dindar insanlardan davranış görsən ki, heç bir kişi özünə sığışdırmaz onu eləməyə. Heç bir insan özünə sığışdırmaz o nalayiq hərəkətləri eləməyə, o namərdlikləri eləməyə. İman özünü bu şeylərdə göstərməlidir, mürüvvətdə göstərməlidir, ünsiyyətdə göstərməlidir, başqalarına mərhəmətdə göstərməlidir, başqalarının hüququna riayətdə göstərməlidir. Biz imanı kilo ilə ölçürük, səhv eləyirik. Filan kəs 20 dəfə həcdə olub, 15 dəfə Kərbəlada, 30 dəfə Məşəddə, bəh-bəh, mömin adamdır. O deyil, qadının möminəliyi ziyarətinin nəticəsi həyat yoldaşı ilə ünsiyyətindədir, yoxsa həyat yoldaşını, ailəsini qoyub, xanım bütün günü ziyarətlərdədir. Hacı xanım, buyurun ora, Kərbəlayı xanım, buyurun bura. Oradan gəlir, bura gedir, buradan gəlir, evdə tapmaq olmur, bu möminə xanımdır da, bu bütün günü gərək bütün ziyarətgahları gəzsin. Bunda göstərmir özünü. Bəli, möminə xanım da ziyarətə gedə bilər, getməlidir. Amma hər şeyin bir bəlli həddi, hüdudu var. Bəzi adamlar üçün ziyarət də bir məşğələ olub, bir məşğuliyyət olub, bir əyləncə olub, bir büt olub. İstənilən ziyarət. Hamısının arxasında, yenə deyirəm, özünü gündəlik həyatda göstərirsə, onda ziyarətdir. Ariflərdə var da, görsən, səyyar həkim kimidir. Gedir bir xəstəsini tapır, onu müalicə edir. Deyir, sumkalarını yığmışdı, çantalarını biri. Kərbəlaya gedirdi, ya həccə gedirdi, həccə. Həddad vardı, rəhmətli Əllamə Qazinin tələbəsi. Deyir, özünü çatdırdı, söz deməlidir ona. Özünü çatdırdı, neçə dəfə həccə ömrəyə getmişsən, dedi, məsələn 15 dəfə. Deyir, amma bir dəfə Allaha tərəf getməmsən. O da baxdı, götürdü sumkasını, getdi, onun başını həzlə qatıb o. Onu eşitməyə halı yoxdur onun. Başlayır, bu nə danışır? Allaha tərəf nədir? Mən həccə getməliyəm, yığışmışam, həcc eləməyə gedirəm. Bunlar özünü insan həyatında praktiki göstərməlidir. Səcdələrinin sayına baxma, hədislər deyir. Adamların ibadətinin çoxluğuna baxma, əmanətdarlığına bax. Düz danışmağına bax. Şərikliyinə bax. 2 nəfər şərik olanda bax möminlər. Möminlik şəriklikdə özünü göstərir. Səcdənin çoxluğunda yox. Namazın çoxluğunda yox. Bax danışanda düz danışır, yoxsa yox. Bax əmanət tapşıranda düz eləyir, yox. Borc verəndə, indi olur, sıxıntı olur. Bəzən borcu qaytarmamaq da olar, amma telefonu söndürməzlər. Kişi kimi düzünü deyən ki, yoxdur imkanı. Öldür, yoxdur. Borcunu istəyəndə da istəyənlə düşmən olma. O eşitmişdiniz də deyir, borc verə bilərsə, mən deyir, vallahi mən pis adamam. Deyir, bu nə deməkdir? Deyir, heç nə borc verəcəm sənə. Məsələn, haçanacam, bir ayacan. Bir ay keçəcək, danışmayacam. 2-ci ayda, 3-cü ayda deyəcəm, borcumu qaytar, deyəcəm, pis adamam. Deyəcəksən, pis adamsan, indidən deyirəm, mən pis adamam, vermirəm. Bu axırda pis adam olacam da, onsuz da. Onsuz da haçansa istəyəndə deyəcəksən, pis adamdır. Bu şeylərdə özünü göstərir. Allah hayküyə baxmır, bizim kimi. Ləbbeyk, ləbbeyk, baxır, qışqırırlar, deyir, nə qədər hacı var. Deyir, əksərə zəcic, hayküy çoxdur. Və əqəlləl həcic, hacı azdır. Bir nəfər var, Zunnun-i Misri deyir, Misri. Sufi məslək adam olub. Qarlı havada çıxıb, görür ki, bir yahudi buğda səpir. Deyir, qarda buğda səpməzlər axı. Qarda havada buğda əkməzlər. Bu buğdanı ne üçün səpirsən? Deyir, heç nə, gör, indi yahudidir, məntiqinə bax, düşüncəsinə bax. Deyir, qar yağıb, quşlar qida tapmayacaq. Səpirəm ki, quşlar üçün yeməyə bir şey olsun. Bu da sufidir axı, bu özü arifdir. Sən Allah görəcək, sən yahudi dinindəsən. Allah səndən əməl qəbul eləyər. Bir dənə ayə də deyir, innəmə yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalılardan qəbul eləyər. Belə gedir də o. Allah sənin əməli görəcək deyir. Bir müddət keçir, bu təvaf eləyir 1 il sonra, həcc vaxtı. Gör, bu yahudi də təvaf eləyir Kəbənin qırağında, özü qəribə halına. Baxır, deyirsən, buradan inirsən, deyir ki, Zunnun Misri. Allah gördü də, bəyəndi də. Gördü də, sevdi də. Bəzən bir dənə buğda tökməyi, quşlar üçün buğda verməyi. Çünki bunda egoizm yoxdur. Allah bu halın müştərisidir. Baxmır, orada buğda tökürsən, yersən. Adamın içində, fitrətində gör nə qədər təmizliyi var ki, o canlıların dərdini çəkir. Bax, iman budur. İman özünü bu yerlərdə göstərir.